Özüm şəhərdən gəlirəm, Lerikə kəndə gedirəm. Uşaqlar orada dərs deyirlər. Sabah axırıncı zvanokdur. Uşağı gətirməyə getdim. Mən öz yolumla gəlirdim. Gördüm maşın dayanıb, biraz verdim də, ki maşından keçirəm. Düz maşının qabağında bu riski, nətər özləri belə gəldilər, bilmədim. Riski deyil. Onu görmədim. Qapı açıq idi. Maşını biraz verdim o üzə ki, maşını keçim. Birdən rüzgar nə oldu bu? Heç özümdən inanmadım. Yəni getdim maşını saxladım burada. Təzədən qayıtdım girdim, dedim mən maşına ziyan dəyib. Heç bunu görmürdüm. Ben maşını saxladım, görmürdüm. Bu nədir deyir, siz vurdunuz. Heç mən sürətlə də gəlmirdim. 100-110 gəlirdim. Çox yox. Ha, yavaş-yavaş. Bugün yavaş-yavaş gəldim. Evdən çıxmışam, həmişə çıxırdım. 2 saat olurdum Lənkəranda. 8-in yarısı çıxmışam, hadisə asan olub. 3 saata yaxındır. Halbuki mən Lerik'in yolunda olmalıydım. Yavaş sürmüşüm. Allah'ın qismətidir.